Salam, mən Hədəf STEM liseyinin 7-ci sinif bala bilgəsi Sadıqova Selcan. Siz məndən əvvəl danışan bala bilgəmizin mətninə qulaq asdınız. İndi isə mən həmin mətnin davamını gətirəcəm. Diqqətiniz məndə olsun, sizə bu hissə haqqında sual verəcəm. Ensiklopedik biliyə malik olan alim elmin müxtəlif sahələrini dərindən mənimsəmişdir. Bununla belə Nəsrəddin Tusinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tuturdu. Onun riyaziyyat üzrə tədqiqatları dəfələrlə nəşr olunmuşdur. Nəsrəddin Tusinin 1594-cü ildə Romada çap olunmuş Evklid həndəsəsinin şərhi kitabı mətbəə üsulu ilə çap olunmuş ilk Azərbaycan kitabıdır. O vaxta qədər kitablar xəttatlar tərəfindən üzündən köçürülərək ərsəyə gəlirdi. Tusinin irsi dünya elm tarixinin ən parlaq səhifələrindəndir. Böyük alim həyatı boyu cəmiyyəti və təbiəti dərindən öyrənməyə çalışır. Onun fikirləri elmin sonrakı inkişafına böyük təsir göstərmişdir. Nəsrəddin Tusinin qələmindən çıxan 100-ə yaxın əsər astronomiya, tibb, məntiq və digər sahələrə həsr olunmuşdur. Həmin bu əsərlər dünyanın müxtəlif muzeylərində və kitabxanalarında saxlanılır. Nəsrəddin Tusi 1274-cü ildə Bağdadda vəfat etmişdir və onun qəbrinin üstündə elmin köməkçisi, elm ölkəsinin padşahı və belə oğul hələ dünyaya gəlməmişdir yazılmışdır. Sizcə Nəsrəddin Tusinin dünyada tanınmasına səbəb nədir? Diqqətinizə görə təşəkkürlər, sağ olun.